Dəyərli izləyicilər, dediyim kimi hal-hazırda Biləsuvarın Zəhmədabad kəndində olan hadisədə 5 gəncin həyatına son qoyuldu, həyatını itirdi. O 5-in 4-ü Zəhmədabad kəndində ziyarət etdik, biri də Bəydili kəndində Əlqardaş Adəmoğlu'nun. Bax, dostlar da bugün məzar önündədirlər. Allah rəhmət eləsin. Dostunuz olub, yəni yaşadığı dövrdə dostluq eləyibsiniz, bir yerdə olubsunuz. Necə oğul, necə dost olduğunu istərdim elə dilinizdən eşitək. Buyur. Qızıl uşağı idi, Allah rəhmət eləsin. Məkan canı. Buyur. Qızıl uşağı idi, Allah rəhmət eləsin. Canımızdan, qanımızdan. Yəni dost dediğiniz oğlan hər zaman bir yerdə dostluq edibsiniz. Bu günləri eşidəndə istər-istəməz inandırıcı gəlmədi ki, yəni bizim dostumuz bugün qəzada həqiqətən ola bilər və gəldiniz, özünüz ziyarət elədiniz, öz gözünüzlə görəndən sonra yenə də sizə ağır gəlir, bilirəm. Allah rəhmət eləsin. Allah ailəsinə, atasına, anasına səbir versin. Bax, bu gənc bu günləri, belə deyək, gecə saatlarında 2 radələrində sürət həddini aşaraq maşın kanala düşərək, boğularaq maşında 5 gəncin ölümünə gəlib çıxdı və 5 gəncin həyatına son qoyuldu. Allah ruhunu şad eləsin, dostlarına da Allah səbir versin. Sağ olun qardaş, Allah gələn əqlar zuval etsin, Allah rəhmət eləsin. Evin tək oğlu idi. Əlqardaş evin tək oğlu idi. Bu günlərdə ancaq arzuları ürəyində qaldı. Bugün gənc yaşlarında dostları ilə bir maşında, bir avtomobildə gecə saatlarında avtomobil qəzaya düşərək sürət həddi aşaraq kanala düşmüşdü və kanalda 5 dost, biri sürücü çıxardılaraq Saməddin Zəhmədabad kəndindən, özü də idmançı uşaqdır, Zəhmədabad kəndindən sürücünü çıxarsa da belə xəstəxanada həkimlərin səyi nəticəsində nə qədər də köməklik etsə də belə bugünkü gündə şofer çıxarsalar da belə yenə də həyata qaytarılmadı, həyatını itirdi. Allah rəhmət eləsin və o 4 gəncin 5-incisi də Bəydili kəndindən Adəmoğlu Əlqardaşdır. Evin yeganə övladı idi. Allah rəhmət eləsin.